Bugün dəyərli izləyicimizin istəyi üzərinə narahat ayaq sindromu və yaxud da türkçədən tanınan huzursuz bacaq sindromundan danışırıq. Belə ki, bu videoda ümumiyyətlə bu xəstəliyin və yaxud daha doğrusu sindromun nə olduğu, hansı simptomlara sahib olduğu, necə diaqnostik olunduğu və necə müalicə olunduğu haqqında ümumi prinsiplərdən danışacağam. Əvvəla nədir bu xəstəlik? Belə ki, bu şəxslərin ayaqlarında belə narahatçılıq hissi olur. Sanki ayaqları yanır, ayaqlarında qarışqalar gəzir və yaxud da ağrı hiss eləyirlər və bunu adətən yatmağa getdikləri zaman, axşam vaxtı, sakitlikdə, yəni ayaqları hərəkətsiz olduqda hiss etməyə başlayırlar. Və bu hissiyatlar o qədər güclü və narahat edici ola bilər ki, həmin şəxsləri hərəkət eləməyə məcbur edir ayaqlarına. Çünki hərəkət vasitəsilə həmin simptomlar, həmin şikayətlər birazca da olsa yüngülləşirlər. Bu vəziyyət 65 yaş üzəri şəxslərin 10%-də görülür və qadınlarda kişilərdən 2 dəfə daha çox rast gəlinir. Ümumiyyətlə isə yaş artdıqca və qadınlarda da doğuş sayı artdıqca bu xəstəliyin görülmə ehtimalı da artır. Amma xəstəliyin əsas mərkəzində yatan səbəblərdən biri genetik və çevrəsəl faktorlardır. Belə ki, xəstəlikdən əziyyət çəkən insanların yarısında ailəvi anamnez görülür. Yəni ailəsində də bu şəxslərin bu vəziyyətdən əziyyət çəkən insanların olduğu məlum olmuşdur. Və bununla da yetmir. Bəzi hallarda isə kökündə müxtəlif orqan xəstəlikləri yatır. Məsələn, dəmir çatışmazlığı olan şəxslərdə və yaxud da xroniki böyrək çatışmazlığına əziyyət çəkən insanlarda da bu durum görülür. Bununla da bitmir. Bəzi dərman vasitələrinin, məsələn, depressiya və yaxud da psixoz əleyhinə ya da bəzi antihistamin, yəni allergiya və ya qusma əleyhinə dərmanların da bu tip şikayətlərə səbəb olduğu görülmüşdür. Ümumiyyətlə isə xəstəliyin patofiziologiyasında, yəni niyə bu xəstəliyin yaranmasına baxdıqda isə konkret bir səbəb tapılmaması ilə birlikdə düşünülür ki, bəndə, daha doğrusu beyində dopaminergik, yəni dopaminə bağlı olaraq sinir impulslarının ötürüldüyü, belə deyək ki, hüceyrələr arasında dopaminə bağlı məlumat ötürülməsində bir uyğunsuzluğun olduğu düşünülür. Bunun da səbəbi isə dopaminə bənzər dərman vasitələri verərək xəstələrdə şikayətləri yüngülləşdiyi müşahidə olunmuşdur və belə bir bağlantı, əlaqə olduğu düşünülür. Simptomlarına gəldikdə isə dediyim kimi xəstələrdən, yəni bu sindromla əziyyət çəkən insanların ayaqlarında narahatçılıq, hərəkət etmə istəyi, daha sonra yanma, qarışqalanma, sanki içəridə bir şeylər gəzirmiş kimi, bəzən ağrı simptomları da ola bilər və bu təbii ki, şəxsi yatmağa imkan vermir. Bəzi hallarda bu insanlar artıq yuxusuzluqdan əziyyət çəkirlər və bu da onların gününə təsir eləyir. Bunun nəticəsində yaxşı yuxularını almadıqları üçün həm gün ərzində yorğunluq hiss eləyirlər, həmçində konsentrasiya olmaqda, bir mövzuya fokuslanmaqda da əziyyət çəkə bilərlər. Daha sonra isə indi bu xəstəlik necə diaqnostik olunur, ondan danışaq. Ümumiyyətlə, bu xəstəliyə bənzər durumlar şəkərli diabetə bağlı olan polineuropatiya dediyimiz çoxlu sinir zədələnmələrində də görülür. Amma burada sırf əgər biz huzursuz bacaq sindromu və yaxud da narahat ayaq sindromundan danışırıqsa, konkret olaraq ümumi müayinədə və nevroloji müayinədə bir şeylər tapılmır. Konkret bir səbəb, müəyyən bir zədələnmiş toxuma tapılmır ki, deyək ki, buna görədir. Buna görə də, məsələn, bu şəxslərdə ümumi diaqnoz qoyanda klinika çox önəmlidir. Yəni, şəxsin şikayətlərini dinləmək, bunu diferensial diaqnostika, digər xəstəliklərlə müqayisə etmə əsasında diaqnoz qoyulur, daha doğrusu böyük rol oynayır. Bundan başqa qan analizləri də götürülür. Qan analizində əsas baxdığımız ümumi qan analizidir. Bununla bərabər də dəmir analizləri alınır və həmçində maqnezium, kalsium kimi elektrolitlər də yoxlanıla bilər. Daha sonra qalxanvari vəzi hormonlar da yoxlana bilər. Ümumi, belə deyək ki, hormon statusunu müəyyən eləmək üçün bu durumda və bununla bərabər şəkər xəstəliyinin olub-olmamasına bağlı olaraq da 3 aylıq şəkəri qanda yoxlayırıq ki, çünki bəzən dediyim kimi şəkərli diabetdə də buna bənzər problemlər ortaya çıxa bilir, ayaqlarda narahatlıq olur. Və bununla da qalmır. Belə ki, diferensial diaqnostika məqsədli, yəni yuxu zamanı bir sindrom var ki, məsələn, yuxu zamanı insanların nəfəsi dayanır. Məhz bu sindromda da biz bu tip periodik hərəkətlər, ayaq hərəkətləri müşahidə oluna bilər və bunu ayırmaq üçün və həmçində bəzi dərman preparatları var ki, bu xəstəliyin müalicəsində istifadə olunur və onlar sinir sisteminə, daha doğrusu tənəffüs mərkəzinə, beyindəki təsir edə bilər deyə həmin bu sindromu, yəni yuxu zamanı nəfəsin dayanma sindromu
sindromundan ayırt etmək üçün polizomnografiya dediyimiz yuxu zamanı insanın bədən hərəkətlərini, nəfəsini, ürək ritmini, beyin impulslarını yoxlayan bir müayinədən də keçirilə bilər şəxslər. Və bir də L-dopa testi. L-dopa dopaminin öncül maddəsidir. Yəni bu maddə bədəndə dopaminə çevrilir və L-dopa verərək də bu şəxslərin bu maddəyə necə reaksiya verdiyi, yəni bu L-dopa qəbulundan sonra simptomlar azalırmı, yoxsa simptomlar artırmı? Məhz bu testlə də xəstəliyə diaqnoz qoymaq olar. Və son etapda diaqnozu da qoyduq, artıq hər şeyi bildik. İndi isə müalicəyə keçirik. Əgər məsələn əksərən dəmir baxılır, dediyim kimi dəmir depoları qanda yetər qədər dəmir varmı, yoxmu bu ölçülür və əgər xəstədə dəmir çatışmazlığı müəyyən olunarsa, bu zaman dəmir çatışmazlığı əleyhinə müalicə görülür xəstə. Yəni ekstra dəmir qəbul eləyir həkim nəzarəti altında təbii ki. Və əgər simptomlar dəmir qəbulundan sonra sakitləşirsə nə yaxşı. Sakitləşməzsə, artıq digər müalicə, əsas dərman müalicələrinə keçirilir bu xəstəliyin əsas dərman müalicəsinə. Amma ondan əvvəl təbii ki, hər şeydən əvvəl xəstəliyə səbəb ola biləcək dərman qrupları, hansı ki, az öncə dedim, depressiya əleyhinə dərmanlar və yaxud da psixoz əleyhinə, qusma əleyhinə ya da allergiya əleyhinə istifadə olunan dərmanların da buna səbəb olduğu düşünülərək həmin dərmanların dozasının həkim nəzarəti altında müəyyən qədər dəyişməsi də müalicə prinsiplərində yatır. Amma bütün bunları etdik, yenə də fayda yoxdursa, artıq əsas dərman müalicəsinə keçirilir. Əsas dərman müalicəsində burada iştirak edən birinci qrup dərman maddələri dopamin agonistləri adlandırılan bir qrupdur və bu maddələr beyində dopaminə bənzər hərəkətlər, daha doğrusu funksiya görürlər. Dopamin belə ki, dopaminin çatışmazlığı bədəndə hərəkətlərin nizamlanmasında pozulmaya səbəb olur və həmçinin Parkinson xəstəliyi də bildiyimiz kimi ağır bir beyin xəstəliyidir və burada da dopamin metabolizmasında dopaminə bənzər dopaminlə idarə olunan sinir yollarında problem olduğu müəyyən olunmuşdur dopamin miqdarına bağlı olaraq və buna görə də bu xəstəlikdə də hərəkət pozulmaların bu sistemlə əlaqələndirdikləri üçün dopaminə bənzər təsirləri göstərən dopamin reseptorlarını beynimizdə aktivləşdirən dərman maddələri verilir ilk sırada və bu dərman maddələri fayda verərsə nə yaxşı, fayda verilməzsə isə digər qrup maddələr, hansı ki Parkinson xəstəliyində də istifadə olunur, bunlardan verilə bilər, yaxud da qabapentinə bənzər tipli dərmanlar da verilə bilər yenə və həmçinin də opioidlər dediyimiz narkotik maddələr qrupuna daxil olan bəzi dərman vasitələri də verilir ki, bunlar hamısı ümumiyyətlə sinir sisteminə və insan psixikasına təsir edən dərman maddələrdir. Buna görə də qəti şəkildə həkim nəzarəti altında olmalıdır bu müalicə. Onsuz da bu dərmanların çoxu reseptsiz, onsuzdur ki, satılmır və dediyim kimi həkim nəzarəti, həkim müşahidəsi önəmlidir. Nə bu dərmanlara öz yanımızdan başlamaq, nə yaxud da ki, bu dərmanları öz istəyimizlə kəsmək olmaz. Çünki əks halda beyində olan balansı poza bilərik və bu nəticədə ağır psixozlara, halüsinasiyalara, depressiv dalğalanmalara qədər gətirib çıxara bilər ki, bunu da təbii ki, kimsə istəməz. Ümumi proqnozdan danışdıqda isə əgər dəmir çatışmazlığına və yaxud da xronik böyrək çatışmazlığına bağlı olaraq bu durum yaranırsa, bu zaman bu halların müalicəsi simptomların yüngülləşməsinə gətirir. Əgər hamiləliklə bağlıdırsa, adətən doğuşdan sonra vəziyyət geri dönmüşlü olur, yəni xəstənin vəziyyəti yaxşılaşmağa başlayır, yox digər səbəblərdən əlaqəlidirsə, genetik faktorlar, dopamin sisteminə bağlı olan səbəblərdirsə, bu halda bəzən lazım olur ki, xəstə ömür boyu dərman müalicəsi alsın. Bəzi aqressiv variantlarda isə artıq bir qrup dərman müalicəsi kömək etməyə bilər. Bu zaman bir neçə qrupu həkim kombinə edərək xəstəyə tətbiq edə bilər. İzlədiyiniz üçün təşəkkür edirəm.